Salam əziz şagirdlər. Deməli bugün koordinatlar metodu haqqında danışacağam. Yəni düz xəttin tənliyi, düz xəttlərin qarşılı vəziyyəti və çevrənin tənliyi haqqında geniş məlumat verəcəm. Dərsimiz biraz uzun ola bilər, amma xahiş edirəm ki, dərsimiz nə qədər uzun olsa da sıxılmadan sona qədər dərsə qulaq asın və son nöqtəyə qədər qulaq asmaq lazımdır ki, testləri işləyəndə heç bir problem yaşamayasınız. Deməli uşaqlar, başlayaq koordinatlar metoduna. Yəni birinci düz xəttin tənliyi. Düz xəttin tənliyi. Uşaqlar, bu bölümü ümumiyyətlə bu bölmələrdə, yəni vektorlarda, düz xəttin tənliyidir. Hamısı funksiyadan bağlıdır. Yəni cəbrin bölmələrdə həndəsəyə heç bir aidiyyəti yoxdur, amma həndəsənin bölməsi kimi çox vaxt əks olunur. O baxımdan da xahiş edirəm hamısını baxsın. Yəni düsturların alınmasını da deyəcəm ki, yəni hansı tərəfdən alındığını biləsiniz. Deməli bizim uşaqlar düz xəttin ümumi şəkildə tənliyimizin ümumi yazılışı AX üstəgəlsin B Y plus C bərabərdir 0 şəklində olan tənliyə düz xəttin ümumi tənliyi deyilir. Yadda saxlayın uşaqlar, bu zaman A-ya, B-yə, C-yə sabit hər hansı bir sabit ədədlərdir. 5-dir, 8-dir, 3-dür. Belə bir ədədlərdir. Yəni A, B, C nə olmalıdır? A, B, C sabit ədədlər olmalıdır. Mütləq sabit ədədlər olur. Ondan başqa uşaqlar, bunlarda vəziyyətlər var. Birinci vəziyyətini deyirəm. Deyib ki, A 0 olduqda, B 0-dan fərqli olanda, bu şərtləri bilin ki, qabağımıza çıxacaq. Olduqda düz xətt absis oxuna paraleldir. Düz xətt absis oxuna həmişə paralel olur. Yəni məsələn deyirəm, indi bu nə deməkdir? Onun başı salım. Bu zaman düz xətt əgər bu şəkildədirsə, funksiyadan bağlılığı deyirəm ki, çoxdur. Bu y-dir, bu da x-dir. Məsələn, olur bu şəkildə. Məsələn, belə bir şəkildə. Bu şəkildə olur. İkinci, deməli, yadda saxlayın ki, A-sı B-si 0 olub, C-si 0-dan fərqli olanda düz xətt ordinat oxuna. Bunda absis oxuna paraleldir. Absis oxuna paralel. Ondan sonra olduqda isə ordinat oxuna paraleldir. Və uşaqlar, üçüncü C 0 olanda A fərqlidir 0-dan, B fərqlidir 0-dan fərqli olanda deyirlər ki, koordinat başlanğıcından keçir. Keçir. Belə uşaqlar, indi bizim tənliyimiz təbii ki, bu şəkildə idi. AX plus B Y plus C bərabərdir 0-a. Bundan mən B Y tapsam uşaqlar, B Y bərabərdir, bunlar keçsəm sağa. A deməli X mənfi AX keçəndə mənfi olur, çıxılsın C. Hər tərəfi B-yə bölərəm. Alınacaq Y, B-yə böləndə Y bərabərdir mənfi AX bölünsün B-yə, çıxılsın C bölünsün B-yə. Uşaqlar, indi baxın, bir dənə marşa götürək. Deməli, bu A bölünsün B-yə
mənfi A bölünsün B-yə. Buna K deyəcəm. Mənfi C bölünsün A-ya isə buna B deyəcəm. Və bizim tənliyimiz bu şəkildə düşəcək. Y bərabərdir KX üstəgəlsin B. Ay müəllim, bunu tanıyıram mən. Bəli, uşaqlar. Düz xəttin bucaq əmsalı düsturıdır. Düz xəttin bucaq əmsalı düsturur. Funksiyada keçmişik. Burada K nə idi? Bucaq əmsalı. Yaxşı. B nə idi? O Y oxun kəsən nöqtə. Belə uşaqlar. Deməli, bunda da əgər alfa şəkildə çəkək. Alfadır. Y nöqtə, bu da x-dir. Bu da B nöqtəsi oldu demişəm. Əgər alfa 90-dan kiçik dərəcədirsə, K müsbətdir. Alfa 90-dan böyükdürsə, K mənfidir. Belə. Yadda saxlayın ki, uşaqlar, K həmişə bərabər tangent alfa. Belə. Yəni, burada elə böyük bir şey yoxdur. Yadda saxlayın ki, iti bucaq və ya kör bucaq olmağı bizə onsuz məlumdur. Keçək indi təzə bir başlığa. İki nöqtədən keçən düz xəttin tənliyi və bucaq əmsalı. İki nöqtədən keçən düz xəttin tənliyi və bucaq əmsalı. Düzdür, qaydalar sizə verəcəm, təqdim edəcəm uşaqlar, amma qeydlərinizi aparsınız daha yaxşıdır. Məsələn, A nöqtəsi verilib bizə x1, y1 və B nöqtəsi verilib bizə x2, y2. Bucaq əmsalını tapanda əmsalı hansı hərf demişəm uşaqlar? K hərfi. Düsturumuz belədir ki, y2 çıxılsın y1, ondan sonra bir də x2 çıxılsın x1. Bu düsturu yadda saxlayın. Bucaq əmsalını iki nöqtə veriləndə olan bucaq əmsalını tapanda. Tənliyi isə uşaqlar, yadda saxlayın ki, y çıxılsın y1, məxəzdə y2 çıxılsın y1, bu düsturla yazdım. Elə bil y1 budur, y2 budur. Gətirib yerinə qoyub hamısını hesablayacağım. Ondan sonra x çıxılsın x1, x2 çıxılsın x1. Belə sadə. Davamını edək uşaqlar. Davam. Ulan olsun misallar yazsam, hamısını inşallah anlayacaqsınız. Çətin bir şey yoxdur. Bir də düz xəttdən qarşılı vəziyyəti var. Düz xəttlərin qarşılı vəziyyəti. Uşaqlar, iki dənə elə bir düz xətt verilib bizə. Y bərabərdir K1 x plus B, B1 deyək. İkinci bir dənə də funksiyamız bizə verilib. K2 x üstəgəlsin B2. Deməli uşaqlar, birinci, düz xəttlər o vaxt paralel olur ki, birinci hal K1, bunun funksiyada, bax bu dəstənin hamısı funksiyada keçilib uşaqlar. Hamısı funksiyada keçilib, amma bir dəfə deyirəm. K1 karşı paralel olarsa deyirlər ki, K1 karşı bərabər olarsa deyirlər ki, düz xəttlər paraleldir.
paralel. Bu birinci hal. İkinci, K1 fərqlidir K2 olarsa, deyirlər ki, düz xətlər kəsişir. Üçüncü, K1 vurma K2 bərabərdir -1 olarsa, deyirlər düz xətlər perpendikulyardır. Belə. Bir də uşaqlar, belə bir düsturumuz var. İki düz xət arasında qalan bucağın tapılma düsturu. Tangesi alfası var. Tangesi alfa bərabərdir. Modulda K2 çıxılsın K1. Bu düsturların hamısını əzbər bilməlisiniz uşaqlar. 1 plus K2 vurma K1. Bunu ümumi modulda yazırlar. Yəni, deməli, belə. Keçək uşaqlar çevirən tənliyinə. Əjdaha bir bölmə. Çevirənin tənliyi. Deməli uşaqlar, mərkəzi, bax, mərkəzi AB olan, nöqtəsi olan radiusu R olan çevirən tənliyi deməli x çıxılsın A-nın kvadratı üstə gəlsin y çıxılsın B-nin kvadratı bərabərdir R-in kvadratına. Bu A-dan B-nə çevirən mərkəz deyirlər. A-dan B-yə çevirən mərkəzi R-si radiusdur, yadda saxlayın. Əgər mərkəzi koordinat başlanğıcından keçərsə, koordinat başlanğıcından keçərsə bizim üzüm mərkəz olmayacaq, 0 olacaq da. Mərkəzi elə bu 0 nöqtəsi deyə. Onun olmadığı üçün belə düşəcək. O tənli bu şəkildə düşəcək. X kvadratı plus y kvadratı bərabərdir r-in kvadratına. Xahiş edirəm bu düsturların hamısını yazın uşaqlar. İndi o düsturların biraz kitablar fərqli şəkildə yazıblar. Onu mən şəxsən deyirəm ki, o yolu bəyənmirəm. İndi başlayaq misallara. Misalların üzərində mən düstura əsaslanmıram da. Misallara başlayaq. Yavaş-yavaş misallar işləyək. Misal birinci. Deyib ki, m-in hansı qiymətində funksiya, bax, yenə dediyim kimi, hamısı funksiya aid suallardır. Deyib ki, m-in hansı qiymətində 2 nöqtə virgül m nöqtəsi y bərabərdir 3x minus 2 düz xəttin üzərində olar. Olar və ya yerləşir. Uşaqlar, bu birinci dayanan nəyə qiymətdir? X-in. İkinci dayanan y-in. Gətirib yerinə qoyacam. Olacaq deməli. Baxaq indi bir dənə. Olacaq, yəni x-in yerinə, y-in yerinə m yazsam, m bərabərdir 2 vurma x-in qiyməti necədir? 3. 2 vurma 3 çıxılsın 2. 2 üçün 6, 2 də çıxanda 4 olacaq. M olacaq 4. Çox sadə sual idi. Keçdik. Misal 2. Deməli 5x çıxılsın 6y plus 8 bərabərdir 0. Düz xəttin
Bucaq əmsalını tapın. Bunu keçirəm bu isə 6y bərabərdir 5x plus 8. Hər tərəfi y-in əmsalına bölürəm 6-ya. Y bərabərdir 5x bölünsün 6 üstəgəlsin 18 bölünsün 6. Y bərabərdir 5-i 6-ya böləndə deməli olacaq. İndi bunu müxtəlif kəsərlərdə yazmalıyam. Elə 6-da 5x plus deməli 18 ilə bu 8. 8 bölünsün 6. Bunu ixtisar edəsəm 4 bölünsün 3 olacaq 2. Deməli bizim bucaq əmsalımız x-in əmsalı deyilmi? Bəli. Deməli onda k neçəymiş? 6-da 5. Getdik qabağa. Yallah. Üçüncü sual. Deməli, üçüncü sual nədir? Üçüncü sualda deməli bu belə, bu 5-dir. Sualda bu 60-dır. Bu y bərabərdir kx üstəgəlsin b-dir. Bu y-dir, bu da x-dir. Ondan sonra 5 hamısını yazmışam. Verilmiş qrafikin hansı düz xəttin tənliyi olduğunu tapın. Mənim k-nım yoxdur. K-nı da tapmaq üçün mən düz sıra demişdim. Tangens alfa, yəni tangens 60 dərəcə. Tangens 60-ın qiyməti deməli uşaqlar kök 63-dür. Yadda saxlayın. Bizim hansı tənliyi şəklimiz necə imiş? Deməli onda olacaq. Düz sıramız olacaq kök altında kx deyil. Y bərabərdir kx. K-nın yerinə yazıram kök altında 3x üstəgəlsin b. B də 5-dir. Bunu tapdıq. Bu şəkildədir də. Tənliyimiz bu şəkildə olacaq. Qurtardıq. Yəni k bizə məlum idi. B də məlumdur. Həmişə bu kəsdiyi nöqtə B nöqtəsi deyildimi? Bəli. Gidiyor qabağa. İki nöqtə arasındakı məsafə haqqında danışmışım uşaqlar. İstəyirəm dərs bu video 4-4-lük olsun deyə hamısını etap-etap kitablara baxaram, bir neçə kitabın, yəni tək bir dənə kitaba mən baxıb bunu izah vermirəm də uşaqlar. Neçə dənə kitaba müraciət edib və bu qaydaların sizə vacibliyi odur ki, mən elə bunu izahın bir dənə kitabını izah eləmirəm. Və ya neçə illərdir kitabını öyrəndiklərimi sizə təqdim edirəm. Nöqtələrindən keçən düz xəttin bucaq əmsalı. Düz xəttin bucaq əmsalı. Bucaq əmsalı tapın. Şöyle bucaq əmsalının düz sıra var. K bərabərdir. Y 2 çıxılsın y1. Birinci üsul budur. 2 usulunu əldə edəcəm. Y2 çıxılsın y1. X2 çıxılsın x1. Bəs bunu necə bilək? Bax, bu x1 demişəm. Bu y1'dir. Bu x2'dir. Bu da y2'dir. İndi bunu tapmaq üçün yadda saxlayın ki, k bərabərdir. Y2 neçədir? Bax, 18. 18 çıxılsın. Y1 neçədir? -4 bölünsün. X2 5. 5 çıxılsın 3. Bu da olacaq 18 plus 4 bölünsün 2'ye. 22, 11 deyirik. Bu birinci yol. İkinci yol nədir bəs uşaqlar? Bizim o ikinci üsulumuz deyək. Deməli, bu yolda çox populyar yoldur. Deməli, birinci uşaqlar yadda saxlayın ki, ikinci üsulda y bərabərdir kx üstəgəlsin 5 şəklindədir düz xəttimiz. Gətir qiymətini qoyacağım birinci yerdə. A nöqtəsinin 3 -4'ü qoyacağım. Və 5 18'i qoyacağım.
Gətirib qoysam -4 bərabərdir 3k üstəgəlsin b. Elə bir x-in yerinə qoydum 3, y-in yerinə -4. Bir dənə də belə bir tənliyimiz oldu. 18 bərabərdir 5k minus b. İndi uşaqlar, bundan tərəf-tərəfə çıxsam, -4-dən 18 çıxanda olacaq -22. 3k-dan 5k çıxanda -2k. Belə də islah edəcək. K bərabərdir -22-ni belə deyim, -2 böləndə 11 alınacaq. Belə. Məncə pis deyil. Hələlik gedirik. İndi uşaqlar, bir dənə də bunu yarım çatmayacaq, keçək belə. Deyib ki, neçənci sualdır bu? 4-cü sualdır. 5-ci sual. Deyib A nöqtəsi 5-7-dir və B nöqtəsi 8-22-dir. Nöqtələrindən keçən düz xəttin tənliyi. Xəttin tənliyi. Düzsürə baxaq. Yeni bu x1-dir, uşaqlar bildiyimiz kimi. Bu y1-dir, bu x2-dir, bu da y2-dir. Təbii ki, düzsürümüz vardır. Y çıxılsın y1. Düzsürə əsaslanacam. Y2 çıxılsın y1 bərabərdir. X çıxılsın x1. x2 çıxılsın x1. Gətirib biz y-in qiymətini bilmirəm. Y çıxılsın y1 neçədir? 5. Yaxşı, y2-dən y1-ə çıxanda, yəni 22-dən 7 çıxanda 14, 15 bərabərdir. X çıxılsın x1 neçədir? 5 yenidir. X çıxılsın 5. Düzəltəm onu, bayaq 7 olmalı idi bu. 7 dax bu. Bir də 8-dən x2-dən, yəni 8-dən 5-ə çıxılsan 3 olacaq. İndi bunu uşaqlar çarpaz şəklində birinci ixtisar edərəm. 1, 5. 5 mötərizədə x minus 5 bərabərdir y minus 7-yə. Çarpaz şəkildə bunu parmaq əsasını istifadə etsəm, olacaq y minus 7 bərabərdir 5x minus 25. Y bərabərdir 5x minus 25. Bu minus 7 keçsə, bu plus 7 olacaq. Y bərabərdir 5x minus 18. Belə. Görürsünüz, nə gözəl düsturlar çıxardıb, riyaziyyatı kəşf edib. Çox lazımlı düsturdur. İkincisi isə uşaqlar, bəxşiş mi işlədim ha? Bunu gətirib qiymət qoyub hesab edə bilərsiniz. Yəni bu yolda səhv yol deyil. Gətirib bunu qoya bilərsiniz. Bu da asan yoldur. Yəni hazır düstura da baxa bilərsiniz və ya indi 6-cı sual verir uşaqlar. Deyib ki, y bərabərdir 2x minus 3 düz xəttinə paralel düz xətti çəkin. Uşaqlar, mütləq paralel olmaq üçün k-ları eyni olmalıdır. Siz indi onları özünüz seçə bilərsiniz deyə mən daha heç nə deməyəcəm. Belə. Gedək yavaş-yavaş çevirən tənliyinə. Videomuz 24 dəqiqəlik videodur. Yaxşı, çevirən tənliyinə baxaq. 7-ci sual. Deməli, x minus 5-in kvadratı üstə gəlinsin y plus 4-ün kvadratı bərabərdir 49-a. Çevirənin deyib ki, mərkəzin və radiusunu tapın. Çevirənin mərkəzin və radiusunu tapın. Deməli,
Bu x çıxılsın 5-in kvadratı plus y plus 4-ün kvadratı bərabər 49 yazıram 7-nin kvadratı. Ümumi şəklini görmüşdünüz. Deməli, mərkəzə bunun əksini götürəcəm müsbət 5. Bunun əksi isə 0, belə deyim, 0-a bərabər eləsəm -4. Deməli, mərkəz hansı nöqtələrəmiş? Bu nöqtələrəmiş. Və radius deyəndə uşaqlar, radiusu deyəndə isə 7 olacaq. Radiusu 7, mərkəzi isə 5 və -4 olacaq. Bir də növbəti. Bu hazır tənlidir də. Amma yenə tənlik olur ki, onu biraz çevirmək asan deyil. X kvadratı plus y kvadratı çıxılsın 16x plus minus 12y plus 84 bərabərdir 0-a. Çevirənin deyib ki, mərkəzi ilə, yenə də çevirənin mərkəzi ilə radiusunu tapın. Uşaqlar, necə işləyəcəm? X-ləri bir qruplaşdıracam. X kvadratı minus 16x. Bunu bir qruplaşdırdım. Üstə gəlinsin. Y kvadratı çıxılsın 12y. Bunu bir qruplaşdırdım. Minus 84 bərabərdir 0-a. Bu uşaqları baxın. Bunun üzərinə 16 əlavə edəsin. Neysə kvadrat alınır. X kvadratı minus 16x. Plus 16 əlavə eləyib. 16 əlavə eləyib. Bir də 16 çıxarım. Onsuz yenə islah gedəndə 16-la islah gedəcək və eyni cavab alınacaq. Üstə gəlinsin. Yenə də y kvadratı minus 12y. 12-ni 2-yə böləndə 6. Plus 36 əlavə edib 36-nı çıxarım. Plus 84 bərabərdir 0-a. Uşaqlar, bu nəyə rastlaşıdır? X minus deyək, bu biri alındı. 16 yox, 16 bu neyəsə kvadrat deyil axı. Bunu 2-yə bölüb 8-ə kvadrat düzəldəcək. 64 olacaq. 64-də çıxacam. Buna baxaraq 36. Bu düzdür. Bu düzdür. Bunda səhvlik yoxdur. Bu x çıxılsın 8-in kənardan kvadratıdır. Üstə gəlinsin. Deməli, bu nəyə rastlaşıdır? Bəs y minus 6-nın kənardan kvadratıdır. İndi mənfi 64-dən mənfi 36-nın toplayanda 100, mənfi 100, üstünə də 84 gələndə 16. Bərabərdir 0-a. Deməli, x minus 8-in kənardan kvadratı, üstə gəlsin, y minus 6-nın kənardan kvadratı bərabərdir 16. 16-nı yazıram 4-ün kvadratı. Mərkəzi 8, 6 olan və radiusu isə 4 olan çevirən tənlidir. Belə sadə. Ona uyğun bir dənə sual varsa, onu da işləmək istəyirəm ki, tam anlayaq. Baxın bir dəfə də. Məncə nəsə çatdı sizə. O biraz çətin biraz bulardı. Yavaş-yavaş məncə düzələr. Allahın köməkliyi ilə. Bunlara baxaq. Davamını buna aid bir dənə sual üzrə yaxşı olardı. On altı. Bərabər 4-ün kvadratına. Mərkəzi uşaqlar yoxdur axı. O baxımdan 0 mütləq. Neçə olacaq? 1 olacaq. Mərkəzi 0, 1. Çevirən deyib uzunluğunu tapın. Çevirən uzunluğunu tapmaq üçün düz sürümüz var idi. 2 pi r düzsünü hesablandı. 2 pi r nisədə, radius nisədə 4. 4 eləcək 8 pi. Belə. İndi çox uzun bir video istəmirəm uşaqlar. Hələlik bu qədər saxlayaq. Buna aid bir dənə video inşallah sizə təqdim edəcəm. Çətin bir dənə suallar videosu. Oldu, sağ olun, salamat qalın.